Kollektorlar yığırlar vətəndaşlara, özlərini təqdim edirlər ki, biz pul yığan təşkilatıq və sən banka olan borcu bizə ödəməlisən. Hətta hədə qorxu gəlirlər, nə bilim, çox kobud, tərbiyəsiz formada vətəndaşlardan pul tələb edirlər. Elələri var ki, yığıb deyir ki, səni polislə gətirərək, sənə məcburi tədbirlər tətbiq eləyə bilərik, maaşıva yönəldərik. Bunlar hamısı absurddur yoldaşlar. Bu şirkətlər, bu kollektor şirkətləri, pul yığan şirkətlər bunu etməyə nə səlahiyyətləri yoxdur, nə də onlara qanunvericilik bunu etməyə heç bir əsas verməyibdir. Kollektorsan, zəng eləyib, öz üsulunla xahiş eləyə bilərsən ki, pulu tələb eləyə bilərsən. Amma qanunvericiliyin tələbləri həddində Azərbaycanda yeganə məcburi icra tədbirlərini həyata keçirdən orqan varsa, o da icra və probasiya şöbələridir. İcra məmurlarıdır. Kollektorlar icra məmurların funksiyasını mənimsəyə bilməzlər yoldaşlar.